Salam uşaqlar, səhv 61-ə izah edirəm. Diqqətlə qulaq asın. Baxın, deyir ki, hansı açılış şəklini qatlasaq, alt və üst üzləri rənglənməmiş. Baxın, bu. Görürsünüz ki, kənarlardan bükəndə necə olur? Bununla bu yan-yana düşür. Bunu onda sildik. Bunları da kənarlardan bükəndə, bax, bunlar kənarlarda. Bükəndə bunlar yan-yana düşür. Yəni, alt-üst yaranmır. Gəl bunu kənardan bükək, baxın, qatlayırıq. Gördünüz? Kənardan bükəndə bununla bu üzbəüz düşürmü? Yəni, qabaq-qabağa düşürmü? Alt-üst üzləri rənglənməmiş. Qalan üzləri isə rənglənmiş. Demək, bu uyğun gəldi. Gəlin, indi bunları qatlayırıq. Baxın, qatlayanda, bax, üzü yuxarı belə qatlayırıq. Gördünüz? Bu da bunun üstünə kapaq olur da, yəni üst-üstə düşür. Gördünüzmü? Rənglənməmiş oldu, qalan üzləri isə rənglənmiş oldu. Deyir, hansı şəkillər üçbucaqlı piramidanın açılışına uyğundur? Baxın, üçbucaqlı piramidadır. Bunlar qatlananda üçbucaqlı piramida yaranır və bu üçbucaqlı piramidanın açılışıdır. Keçirik üçü izahla olmalıdır. Baxın, deyir ki, 3 kilometr, bunlar metrdir. Gördünüz? Demək, biz 3 kilometri metrə çeviririk. 1 kilometr 1000 metrdir. Demək, 3000 metr üstünə gəlirik. 225 metr çıxılsın 2985 metr. Demək, 3000-dən 225-ə topladıq. Nə elədi? 3225 metr. Və çıxırıq 2985 metr. 5-dən 5 çıxırıq 0. Bura metri yazıram. 12-dən 8 çıxıram 4. Burada 1 qaldı. 11-dən 9, 2. Burada heç nə qalmadı. Nə oldu? 240 metr. Keçirik ikinciyə. Baxırıq. Bir dənə kilometri biz metrə çeviririk. 1 kilometr 1000 metrdirsə, uşaqlar 4 kilometr nə olur? 4000 metr. Hamısını çevirməklə yazacağam. Yəni, vaxtımız getməsin. Çıxılsın 4000 metr, çıxılsın 435 metr. 5375-dən 4000 çıxırıq, 1375 metr. Çıxılsın 435 metr. Yəni, 0, 5-dən 5 çıxın 0, 7-dən 3 çıxırıq 4, 13-dən də 4, 9. Oldu 940 metr. İnşallah gözdən qaçan bir şey yoxdur. Yəqin ki. 4, 13-dən də 4, 9. Aha, keçdik üçüncüyə. 4 metr biz baxaq, ən kiçik ölçü vahidinə gətirəcəyik. Demək, 4 metrimiz, 1 metrimiz neçə millidir, ona baxaq. Əvvəlcə santimetrə çevirir. 1 metrimiz 100 santimetrdir. Sonra 1 metrimiz, 1 santimetrimiz 10 millimetrdir. Gördünüz, 100, bir da 10 millimetr. Yəni, 1 metrimiz 1000 millimetr olur. Aha. Nə oldu? İndi gedirik. 4 metrimiz neçə millimetrdir? 4000 millimetr. Çıxılsın. 1 santimetrimiz neçədir? 10 millidir. Olur 320 millimetr.
çıxılsın. 3 metrimiz 3000 millimetr. Üstüne gəlirik 120. Aha. Belə eləyək. 1000-dən də 320 çıxanda 08 680. Üstünə də millimetr yazıram. Dəqiqə 88 9'dan 6. Aha. İndi 0 800 olur. Millimetr. Dördüncüyə baxırıq. 1 metrimiz 1000'dir. Olur 8000 millimetr. 1 santimetrimiz 10'da olur 30 millimetr. Çıxılsın. 1 santimetrimiz 10'da olur 7150 millimetr. Çıxılsın 20 millimetr. Olur 8030 oldu. 8030'da çıxırıq 7150. 9'dan 1 8 880 oldu. 880'den 20 çıxanda 860 millimetr. Keçirik dördüncüyə. 3 kilometr 255 metr. Demək, eyni ölçü vahidinə gətirməliyim, yəni metrə gətirməliyim. 3 kilometrimiz 1000 metr, o da 3000 metr. 3000 metr, üstünə gəlirik 255 metr. 3255 metr. İndi keçirik 4 kilometr, yəni 4000 metrdən çıxırıq 699 metr. 1, 9'dan 9, 0, 0, 9'dan 6, 3, bu da 3. Ne etdi? 3301. Bu da bu qədər. Bu 3255 metr. Bu da 3301 metr. Geçirəm ikincisine. Bu birincisi idi. Sonra geçirik ikinci. 8 metr üstüne 40 santimetr üstüne 3 millimetr. Görürsünüz en küçük ölçü vahidi millimetrdir. 1 metrimiz dedik ki 100 santidir. 1 santimetrdə də 10'da olur 8000. 8000 üstüne gəlirik 400. Çünkü 1 santimetr 10 millimetr idi. Üstüne gəlirik 3 nə elədi? 8403. İndi keçirəm bura. 8 metrimiz 1 metrimiz 1000 idi. 8000 üstünə gəlirəm 501. Nə elədi? 8501. Demək 8403'dür. Bu da 8501'dir. Hansı böyük oldu? Bu. Üçüncüyə baxırıq. Metri santimetrə çevir. 1 metrimiz 100 santidir. 5'də 2 vursun 100. Üstəcə 18.
Bundan bu gedir 20, 40, 40'dan üstə 58. İndi 4'te 3 vurursun 100 çıxılsın 17. 25 75 çıxılsın 17. 15'ten 7 çıxanda 8, 6'dan 1, 5. Ne elədi? 58. Burada da 58, burada da. Bunlar ne oldu? Bərabər oldu. Üçüncü bərabər oldu. Keçirik. Dördüncüyə. İndi ən kiçik ölçü vahidi millimetrdir. 1 desimetrimiz 10 santimetrede, 10 santimetrenin içinde 100 milimetre oldu 500. 500 milimetre üstüne gəlirik 60 milimetre. Çünkü 6 santimetre uşaqlar 1 santimetremiz 10 idi. Ona göre 60 yazdım. Ne elədi? 560 milimetre. Şimdi 5 desimetre. Biz 1 desimetremiz 10 santimde, 10 santimin içinde 10 milimetreler var. Olur 100. Ne etti? 500. Üstüne gəlirik 25. Ne etti? 525 milimetre. Bu 560. O da 525. Sonra 5. milimetre. 1 desimetremiz 10 santidir. 10 santimizde 10 milimetre var. Olur 600. Üstüne gəlirsən 20. 20 üstə gəl 3. Neylərdə? 623. Neydi? 623 milimetre. İndi keçirik. 1 desimetremiz 10 santim, 10 santimin içinde de 10 milimetre var. Olur 600. Üstüne gelir 30. 30 milimetre. Oldu 630. Hansı böyük oldu? 623 birinci elədi. 630 ikinci. Hansı böyükdür? 630. Keçirik 6'ya. 4'te 3 santimetre çeviririk. 4'te 3 vurursun 100. Üstə gəlirik 28. Bundan bu gedir 25. O da 75. Üstüne 28 gəlirik 13. 103 santimetre. 5'te ne oldu? Görmüştüm. Dəqiqə gözləyin uşaqlar.